Badımcan mövsümü gələn kimi ilk hazırladığım salatlardan biri məhz budur. Həm çox sadə, həm də inanılmaz dərəcədə ləzzətli. Toyuq filesini istəsəniz mənim kimi nazik uzun sov şəkildə də doğrayıb qızarda bilərsiniz və ya fal-fal doğrayıb qızardıb, daha sonra isə uzun sov incə şəkildə doğraya bilərsiniz. Badımcanlar da tumsuz olduğuna görə, acılığı qətiyyən olmadığına görə duzlu suda saxlamadım və birbaşa fal-fal doğrayıb tavada hər iki üzünü qızartdım. Badımcan qızararkən yağını çox özünə çəkməsini istəmirsinizsə, onda mütləq duru yağa 1 çay qaşığı qarğıdalı yağı əlavə edin. Badımcanları tavadan götürüb mütləq salfet üzərinə düzün. Bu salat o qədər dadlı, ləzzətlidir ki, bunu həm salat kimi, həm yemək əvəzi yeyə bilərsiniz. Çox doyumludur. Badımcanlar qızardıqdan sonra mütləq soymasını gözləyin. Soyduqdan sonra videoda gördüyünüz şəkildə doğrayın. Videonu bəyənib yaddaşa verməyi unutmayın, mütləq siz də hazırlayın. Göyərtilərdən, keşniş və cəfərdən, hərəsindən bir ədəd olmaqla rəngli biberlərdən istifadə etdim. Bişirib doğradığım ərzaqların hamısını üst-üstə bir qaba əlavə etdim. Sonda üzərinə doğranmış qoz ləpəsi, bir kiçik diş sarımsaq, duz, qara istiot və mayonez əlavə edib yaxşı-yaxşı qarışdırdım. Və budur, salatımız hazır oldu. Hazır olan salatı da 1-2 saat soyuducuda dinləndirdikdən sonra nuş edə bilərsiniz. Süfrəyə verərkən də üzərinə zövqə görə biraz doğranmış qoz ləpəsi əlavə etdim. Ümid edirəm ki, resept xoşunuza gəldi. Daha çox dadlı reseptlər üçün səhifəmi izləməyi unutmayın. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun. Videonu bəyəndinizsə yaddaşa verib yaxınlarınızla da paylaşmağı unutmayın. Hələlik.